Salam hörmətli tamaşaçılar, Top TV televiziyasına siyasi baxış verilişindəsiz. Bugünkü verilişimizin qonağı Milli Dövlətçilik Partiyasının başkanı, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlıdır. Nemət bəy, xoş gördük. Xoş vaxtınız olsun. Təşəkkür edirik, dəvətinizi qəbul etdiniz və bilirsiniz ki, Güney Azərbaycanda, indiki İran ərazisində Urmiya, onlar indi ora Qərbi Azərbaycan deyirlər. Urmiyada Azərbaycan xalqı yenidən ayağa qalxdı, milli kimliklərini ortaya qoyublar. Artıq 500 minə yaxın Azərbaycanın orada etiraza qalxıb, çünki Urmiyada orada Tehran rejimi kürdləşmə siyasət aparır. Ümumi götürülüşdə isə İranda Azərbaycanlı prezident olmasına baxmayaraq yenə də Fars rejimi, İran rejimi oradakı Azərbaycanlılara qarşı diskriminasiya siyasəti aparır. Urmiya ətrafında Türkiyə ilə xüsusilə sərhəddə Kürd ailələrini yerləşdirirlər. Şimali İraq Kürd muxtariyyətindən Kürd ailələri orada yerləşdirirlər və bir növ Türkiyə ilə oradakı Cənubi Azərbaycan arasında bir tampon bölgə qururlar. Yəni Tehran rejimi bu siyasəti və oradakı Azərbaycanlıların ayıqlanması növbəti mərhələdə yeni etiraz dalğasının formalaşmasına və Tehran rejiminə ciddi əgər təzyiq etsələr, oradakı müstəqillik arzuları mümkündürmü? Türkiyə və Azərbaycan, oradakı Azərbaycanlılar bu müstəqillik arzularına dəstək verə bilərmi? O Atılın məşhur bir fikri var. Deyir, milli mübarizə bir insanın taleyində gerçəkləşməyə bilər. Bəli. Ancaq bir millətin taleyində mütləq və mütləq hədəfə varacaqdır. Yəni Azərbaycanın istiqlaliyyətini itirdiyi gündən istiqlaliyyət mübarizəsi gedib. Həm Güney Azərbaycanda, həm Şimal Azərbaycanda. Yəni zaman-zaman əsrlərdir bu müstəqilliyimizi itirdiyimiz gündən mübarizə gedibdir. Və mənim zərrə qədər şübhəm yoxdur ki, Güney Azərbaycan öz istiqlaliyyətini, öz azadlığına qovuşacaqdır. Atasılar sözü deyir, su uyar, yatar, düşmən yatmaz. Təbii ki, Fars rejimi də İran bugünkü İslam rejimi Azərbaycan müstəqil olan bir gündən bütün variantlara əl atır ki, Azərbaycanı məhv eləsin. Ona görə erməni ilə də, İngilislə də, Fransızla da, bütün Rus imperializmi ilə də əməkdaşlıq edir. Hətta şeytanla əməkdaşlıq edir ki, Şimal Azərbaycan dövlətini məhv eləsin. Niyə? Çünki bilir ki, Azərbaycan adına bir dövlət yaranacaqsa, müstəqil Azərbaycanın istənilən bir ərazisində Azərbaycan dövləti yaranacaqsa, bu Güney Azərbaycanın mütləq səviyyədə öz istiqlaliyyətinə qovuşacaqdır. Yəni artıq Güney Azərbaycanda milli oyanışın qarşısını almaq mümkün olmayacaq. Əgər bir 10 milyonluq bizim 70% əhalimiz də o tərəfdədir, 70%-dən çox ərazimiz də o tərəfdədir. Əgər Şimali Azərbaycanda biz Rus imperiyası kimi quduz bir rejimə qarşı mübarizə aparıb, öz istiqlaliyyətimizə qovuşmuşuqsa və bugün Azərbaycanın şimalında müstəqil dövlət yaranıbsa, demək, mütləq səviyyədə bu Güneyə təsir edəcək. Onun üçün də, hələ mən 90-cı illərdə bu fikri söyləmişdim, yəni Azərbaycanın müstəqilliyi Rus imperiyası üçün bir ərazi itkisidir, bir müstəmləkə itkisidir. Ancaq İran dövləti üçün dövləti faciədir. Yəni Azərbaycanın varlığı konkret olaraq İranın yoxluğu deməkdir. Yəni Azərbaycan adında dövlət olacaqsa, İran bugünkü coğrafiyada, bugünkü İran ərazisində İran dövləti olmayacaq. Yəni İran gec-tez Turana çevriləcəkdir. Və bunun üçün də onlar bütün üsullara, bütün yollara əl atır. O cümlədən də bəli, biz Qərbi Azərbaycan deyəndə adətən belə Ermənistan tərkibində qalan hissəni deyirik, Göyçə dərələr, Qərbi Azərbaycanı, İrəvan çuxurunu deyirik. Ancaq Güneyin Qərbi Azərbaycanda Urmiya nəzərdə tutulur. Orada gətiriblər, yəni bilinçli şəkildə ona görə o düşmən öz işini görür. Yəni ora kütləşdirirlər, bütün sərhəd boyu Türkiyə ilə Azərbaycan arasına bir bufer dövlət kimi, ərazi kimi Kürtləri yerləşdirirlər. Çünki bilirlər ki, gec-tez Türk dünyası bir araya gələcək. Azərbaycan
Güney Ada müstəqilliyinə qovuşacaq, vahid Azərbaycan dövləti yaranacaqdır. Və bunun üstündə düşmən bütün tədbirlərini görür ki, bunun qarşısını alsın. Ancaq təəssüflər olsun ki, biz millət olaraq qəflət yoxsunlayıq. Biz millət olaraq o mübarizə elədir ki, sanki bizim güneyimiz yoxdur. Yəni Azərbaycan... Niyə Azərbaycan bir dəstək vermir? Partiyalar və Azərbaycan maraqlı olur. Və biz şəxsən mən mübarizə meydanına girəndən Şimal Azərbaycan uğrunda biz mübarizəyə girməmişik. Bütün Azərbaycan. Biz Azərbaycan, vahid Azərbaycan uğrunda mübarizə getmişik. Ancaq o zaman başa düşürdük ki, biz Şimal Azərbaycan Rus imperiyasının tərkibindən azad olmayınca vahid Azərbaycanın yaranması mümkün deyil. Yəni biz azadlıq meydanına girib bu mübarizəyə qoşulan gündən vahid Azərbaycan uğrunda mübarizə aparmışıq. Və azadlıq meydanında belə sadə dildə el dilində bir şapalaq Rus imperiyasına vuranda 5'ini də tarsa vurmuşuq. Yəni oradan azadlıq meydanında Təbriz hayqırtısı 88, 89, 90-cı illərdə vahid Azərbaycan fikri gündəmdə olubdur. Yəni daha çox şey. Ancaq Azərbaycan təəssüflü olsun ki, müstəqil olandan sonra düzdür. Müəyyən dövrdə dövlətimiz, ərazimiz işğal olunubdur, vəziyyət ağır olubdur. Bunları mən başa düşürəm. Ancaq yenə də Güney məsələsi bu şəkildə gündəmdən düşə bilməzdi. Yəni SSR vaxtı Sovet İmperiyası dövründə belə, Sovet İmperiyası dövründə, yəni İranın o vaxtda sosializm adı altında Sovet İmperiyası, Rus İmperiyası dünyanın işğala qalxmışdı. Və o cümlədən İranı işğal etmək planı var idi, Türkiyəni işğal etmək planı var idi, Türkiyədə PPK-nı yaratmışdı, Əziz Nesinləri, Nazım Hikmətləri gətirib burada bəstəyirdilər, komünist sol qanada eləyirdilər. O cümlədən İranda Toda Partiyasının fədailəri yaratmışdı və imperiya məqsədinə uyğun olaraq. Yəni öz imperiyasını genişləndirmək üçün, yəni Güney Azərbaycandan da insanları gətirirdi, burada təlimatlandırırdı, orada təşkilat qururdu, maliyyələşdirirdi, bütün variantlara əl atırdı ki, İranı işğal edəsin. Ancaq təəssüflər olsun ki, Rus imperiyası dağılandan sonra müstəqil Azərbaycan dövlətinin gündəmində vahid Azərbaycan fikri olmayıb. Və dövlətçilik, bizim də mən bir mənalı şəkildə deyirəm ki, bunu dəfələrlə demişəm. Əgər Azərbaycanın güneyi azad olmayacaqsa, Azərbaycan bütövləşməyəcəksə, istənilən anda Şimal Azərbaycan müstəqillikdə təhlükə qarşısındadır, bitirə bilərik. Yəni necə ki, o İlham Əliyev bəyan elədi ki, Şuşasız qələbə ola bilməzdi. Mən deyirəm, Təbrizsiz Azərbaycan ola bilməz. Güneysiz Azərbaycan ola bilməz. Yəni, güneysiz Azərbaycan ola bilməz. Azərbaycan bir istər ailə olsun, istər bir millət olsun, parçalandı son faciəsi yaranır. Bizim Azərbaycanın istər bütün faciələrimizin kökündə, hətta milli olma tamamlıq kompleksi bizdə yaranıb, bütövlüyümüz pozulanma, parçalanma. Yəni, parçalandısa bir millət, o xoşbəxt ola bilməz. 40 milyon Azərbaycan xalqı ola bilər ki, İran rejimindən şə məzhəbindən istifadə edər, dini ideologiyadan istifadə edər. Həmçinin Azərbaycanların içərisindən birini də prezident seçərək məhz onların milli azadlıq hərəkatını boğmağa çalışıbmı və oradakı Azərbaycanlılar məhz İran rejiminin bu siyasətini görüb artıq ayıla bilərmi ki, artıq bizə müstəqillik lazımdır. Səttarxan, Xiyabani kimi, həmçinin Seyid Cəfər Pişəvəri kimi bunların ideologiyasından gedib yeni dünya siyasi nizamında öz müstəqilliyi uğrunda etiraz formalaşdıracaq, yoxsa yəni də İran kimliyi formatlanır. Ancaq biz çox vaxtı görürük ki, orada İran, vahid İran kimliyi altında oradakı etirazlar formalaşır. Yalnız o sosializm faktları uğrunda bəzən mübarizə aparırlar. Bir də Azərbaycan dövləti məhz indiki mərhələdə oradakı milli azadlıq hərəkatına dəstək verə bilərmi? Və yaxud bir vaxtlar verdi, hardasa bir il bundan əvvəl, amma yenə də bu proses söndü. Amma biz görürük ki, İran tərəfi yenə də Azərbaycana qarşı öz düşmənçilik siyasətini həyata keçirir. Azərbaycan dövlətinin əlində bu qədər ciddi bıçaq varsa, niyə biz oradakı milli hərəkata dəstək vermirik, oradakı tələbələri bura gətirib, universitetlərimizdə pulsuz təhsil vermirik? Və bu boşluqlar var, sizin oradakı mövqeyi.
Bilirsiniz, Azərbaycan bir əsrdə 4 inqilab edib. Bəli. Güney Azərbaycanda Səttarxan hərəkəti, Xiyabani hərəkəti, Seyid Cəfər Heydər Əmioğlu, Seyid Cəfər Pişəbəri, bunların məğlubiyyətə uğramağının ən əsas səbəblərindən biri odur ki, Azərbaycan daha çox özünü arxalamayıb, xaricdən yardım edir. Və o xüsusilə Şimal Azərbaycandan, tutaq ki, daha çox xüsusilə Pişəbəri hərəkəti demək olar ki, Şimal Azərbaycandan idarə edilirdi. Yəni Rus imperiyası tərəfindən idarə edilirdi. Yəni xaricdən axtarılan, xaricə dayanan qüvvə heç vaxt qələbə ilə nəticələnə bilməz. Heç bir xarici ölkə başqa bir ölkəyə, başqa bir millətə xoşbəxtlik gətirməyibdir. O Konfuçyun çox məşhur bir kəlamı var. Deyir, tarixin dərslərindən ibrət çıxartmayan millətləri yeni faciələr gözləyir. Uzağı görməyən insanları yaxın faciələr gözləyir. Yəni onun üçün biz çox təəssüflər olsun ki, millət kimi özümüzə arxalanmamışıq, özümüzə güvənməmişik. O bizim o müdürüklərin gözəl bir kəlam var idi. Deyirdi, özgə oğuldan oğul olmaz, qoyma ağıldan ağıl olmaz. Yəni bizə tarix boyu yeridirlər, xarici imperialist qüvvələrin ideoloji təxribatlarını, sosializmi, komünizmi, liberalizmi, demokratizmi, İslam, bunların hamısı xaricdən ixrac edilən ideologiyalardır. Və milləti parçalamaq üçün tutaq ki, sosializm adı altında millət sinifi mübarizəyə cəlb edilirdi, sinifi savaşa cəlb edilirdi, parçalanırdı və indi demokratiya adı altında, nə bilim, iqtidar müxalifət adı altında millət yenə parçalanır. Yəni məqsədləri dünyanın heç bir imperialist gücü başqa ölkələrə, başqa xalqlara xoşbəxtlik aparmayıbdır və aparmayacaqdır. Ona görə biz özümüzə güvənməliyik və təəssüflər olsun ki, təkrar bu günlər Azərbaycanın şimalında kifayət qədər qüdrətli dövlətimiz yaranır. Kifayət qədər, bəli, o dövrdə mən prezident aparatında işləyəndə, yəni 95-ci ildə ki, mən istefa verirdim, orada bir həftə biz Heydər Əliyevlə çox kəskin, gərgin bizim söhbətimiz oldu. Yəni Heydər Əliyev təkidlə deyirdi ki, mən istefa verməyim, oturum vəzifəmdə, yəni deputat olum, nəysə də bu bütün təkidləri ilə onun özü fikirdə dedi, sən bu dünyada yeganə adamsan ki, mən sənə borçluyam. Mən sənə xahiş edirəm, bu daşı tökə təyindən, ged otur vəzifəmdə, ged otur deputat ol, mən sənin haqqında planlarım var. O zaman yeri gəlmişdir söyləyir. Mən dedim, bir şərtlə mən getmirəm, istefa vermirəm. Dedim, nə şərt? Dedim, Güney Azərbaycan məsələsini vermərəm. Dedim, bu nə deməkdir? Dedim, mən Azərbaycan daxil işinə qatışmayacağım, buradakı nə bilim ki, Güney Azərbaycandan adamları gətirəcəm, nə qədər bacaracam da, 1000 nəfər, 10.000 nəfər, 100.000 nəfər gətirə biləcəyimi dövlət səviyyəsində təminat ver, şərait yarat, mən Güneydən adamları gətirib, kadr hazırlayaq da, insanları gətirib oxudaq. O zaman Heydər Əliyev dedi ki, biz indiki vəziyyətdə zəifik. Yəni İran buna böyük bir problem yaradar, imkan verməz. Yəni çox böyük problemlər yaradar. Yəni mən o vaxtda başa düşürdüm, həqiqətən də. Bəs yaxşı indi, yəni onda da yoxsa o zamandan, əgər biz o zamandan düşünün, o deyir, utdan qorxan qoyun saxlamaz, aydan qorxan meşəyə girməz. Yəni bütün dünya tarixində, bəşərin tarixi müharibələr tarixi, millətlərin müharibələr savaşıdır. İran gəlib bizim öz övladlarımızı, yəni İranda, Azərbaycanda fars var, Azərbaycanda farsın hansısa bir dayağı var və bu olmaya İran dövləti bizim dini həssasiyyətimizdən istifadə elədi. Gəldi, ocaq nizatı açdıq, 10 illərlə qapılarımızı açdıq, məscidlərimizi verdik faktiki olaraq Allah şükürlə ocaq nizatının ixtiyarına. Onlar da bütün bu dini həssasiyyətdən istifadə elədi, kənd və kənd, ev və ev getdilər, bizim öz övladlarımızdan özlərinə agent yaratdılar, bizə düşmən yaratdılar. İnsanların inancından istifadə elədilər, pulla satın aldılar. İndi götürüb nə edir? Öz övladlarımızı tutub doldurub türməyə ki, siz İran'da verirsiniz. Buna niyə imkan vermədiniz? Ancaq biz isə Güney Azərbaycandan gələn mühacirlər deyil, bax, SSR vaxtı Güney Azərbaycandan mühacirət hara edilirdi? Şimal Azərbaycan.
Yəni burada Rus dövləti belə onlara yer verirdi, ev verirdi. Növbədəncə buradakı vətəndaş 10 illərlə ev növbəsində dururdu. Ancaq güneydən gələn sonra evlə təmin edir, işlə təmin edir. Dövlət öz siyasətinə uyğun olaraq. Ancaq biz müstəqil olandan sonra güneydən gələn bütün mühacirləri biz buradan qovduq. Haqqı imkan vermədik. Yəni Şimali Azərbaycanda mənim tanıdığım insanlar var ki, Güney Azərbaycandan gəlib burada evlənibdir, ailə qurubdur. 20 ildir burada yaşayır, övladlar əskəriyi buna vətəndaşlıq verir. Niyəsini sualın hakimiyyəti vermək lazımdır o sual ki, niyə vermirsən? Niyə bu günləri güneydən gələn bütün fəallarımız, güneydən gələn milli azadlıq mühafizəsi Almaniyadadır, Amerikadadır, Avropanın küçələrindədir? Niyə Şimal Azərbaycanda deyil? Niyə biz bugünkü vəziyyətdə sahib çıxmırıq? Yəni mən mütləq səviyyədə və bir mənalı şəkildə deyirəm, bugünkü İran rejimi ölümə məhkumdur. Yəni o rejimin yaşamaq şansı yoxdur. Yəni o rejimi ya İsrail, Amerika dağıdacaqdır. Yenidən İslam bu rejimlərin onsuz da həmin millət bezibdir, həmin dünyanın nifrətini qazanıbdır. Onsuz da bu rejim gedəcəkdir. Biri var necə ki, şah rejimini devirdilər, bunu gətirdilər, bu rejimi gətirdilər, 45 il. Kim gətirdi? Yəni İran tarixinə baxanda 1000 illərlə bugün İran ərazisində Azərbaycan türkləri hakim olubdur. Ağ qoyunlulardan, qara qoyunlulardan, Səlcuqlardan, Afşarlardan, Səfəvilərdən, ta Qazarlara qədər 1000 illərdə İran ərazisində dövlətçiliyin aparıcı Azərbaycan türkləri. 1923-cü ildə. Bəli. İlk dəfə 23-cü ildə bu dövləti yıxdılar, Qazarlar yıxıldı. Yəni İngilisin mehdərini, biz bugün də şah deyirik, yəni İngilisin Atabaxanını, mehdərini Rıza şahı gətirdilər, Rızanı şah elan elədilər və türk düşmənçiliyi üzərində bu rejimi yaratdılar. Bir uzun müddət o getdi, 46-cı ildə Cənubi Azərbaycanda Milli Hərəkət məhv ediləndən sonra ilk dəfə İkinci Dünya Müharibəsindən sonraki Beynəlxalq Millətlər Təşkilatı yarandı. Beynəlxalq Millətlər Təşkilatının ilk fərmanı, ilk qərarı, fərman deyildi, qərar versin oldu. Qətnaməsi. Qətnaməsi oldu. Güney Azərbaycan hükümünə fərman verildi. Güya Milli Hökumətin məhdinə qərar verildi. Və oradan da Rus ordusu da, Amerika məcbur elədi, Rus ordusu geri çəkildi. Şəbərini də Allahdılar, gətirdilər bura və bütün fədailəri də gətirdilər, buradan məhv elə, burada başa düşənləri, etiraz edənləri məhv elədilər, qalanın öz agentlərinə çevirdilər və Təbrizdə qan su yerinə axdı və Rıza Şahın qarşısında Azərbaycanlılar qurban kəsildi və o rejim gedəndən sonra təzədən Xamneyini gətirdilər, Xümeyni gətirdilər. 79. Və bunun 79-cu ildə yenidən İslam inqilabı altında o rejim getdi. O dövrdə də vəziyyət necə idi İranda? Demək, Amerika, Şah Hüseyin idarəsi Amerikaya bağlı idi. Solçular, kommunistlər fərq yoxdur da, indi təkrar Azərbaycanlıların içindən deyildi da. Azərbaycan türkləri, Farsların da içində, başqa pəlüslərin də, Türklərin də içində Rus ajanı var idi, kommunist solçular. Rus imperiyası tərəfindən idarə edilirdi, dəstəklənirdi, təlimatlandırılırdı. Neynədi? İngilis siyasəti, İngilis-Fransız siyasəti ən bir hiləgər xəttində tutub. Dini Xamneyini yetişdirdilər, Xümeynini. Apardılar, bəslədilər. Yəni din adı altında həmin oradan rədd elədilər, Şah Hüseyin idarəsini devirməklə Amerikan təsir dairəsindən çıxartdılar İranı. Həm də kommunistləri buradan gətirdilər. Və indi 45 ildən artıqdır da bu rejim millətə qan utdurub. Yəni şahından qat-qat, yəni bəşər tarixində bu İran İslam rejiminin törətdiyi cinayət, etdiyi din adı altında, Allah adı altında nə kommunistin, nə heç bir dinsizin, ateistin etmədiyi alçaqlıqları etdilər. İndi də bunların nifrəti qazanıb, təzədən bəliyində şahın oğlunu gündəmə gətirirlər. Bütün dünya bu günləri İran üzərində işləyir. Böyle İranda Yahudi var, yoxdur. İranda Amerikalı var, İngiliz var. Amerikalı, Yahudi, İngiliz, dünya, İran tarihi haqqında fikirləşir necə eləyəcək? Azərbaycan Türk dünyası qəflət yuxusunda öldü. Türk dünyası qəflət yuxusunda. Yəni Türkiyə bizim, ora torpaq bizim, vətən bizim, millət bizim.
Yəni biz sahib çıxmalıyıq və indi də bir daha deyirəm sözlə, bəli, prezident bir neçə dəfə Güney məsələsini gündəmə gətirib. Ancaq o 5-ci qalan. Necə olur ki, prezidentin istədiyi bir sözünü şüar eləyirlər, bu məmurlar gecə-gündüz bunu riyakarcasına təbliğ. Niyə Güney məsələsini gündəmə gətirmirlər? Niyə Güney məsələsini dəstəkləmirlər? Yəni, bəli, bugünkü vəziyyətdə bizim faciəmiz odur ki, mən əminliklə deyirəm, bu rejim mütləq səviyyədə gedəcəkdir. Əgər Şimali Azərbaycandan dövlət səviyyəsində biz dəstək verməsək, Türkiyə dəstək verməsə, bizi 46-cı ildən daha dəhşətli faciələr və fəlakətlər gözləyir. Amma İran Türkiyədə Kürdlərin separatçı terrorçu siyasəti... Ben niyə dəstək verə bilmirik ki? Niyə dəstək verə? Deyirəm, dəstəyimizi verirlər. Qardaş, bu dünya səviyyəsində bu PPK-ya necə dəstək verirlər? Bəllidir də, dəstək vermək bəllidir də. Maddi cəhətdən, mənəvi cəhətdən, ideoloji cəhətdən, təşkilatı cəhətdən, bütün mənalarda, bu da Amerikan, Suriyada Kürtlərin arxasında, PKK-nın arxasında kimdən qoyulur? İran dayanır, Fransa dayanıbdır, Avropa dayanıbdır. Bunları necə dəstəkləyirlər? Maliyyələşdirirlər, təşkilatlandırırlar, aparırlar, insanları yetişdirirlər, gətirirlər. Biz də öz millətimizin üzərində deyirəm, o fikri elə belə çəkmədim. Yaxşı, 20 il bundan məbəl, 30 il bundan qəvər Azərbaycan zəif idi. Torpağımız işğal altındaydı, burada doğrudan vəziyyətli. Bəs indi niyə eləmirik? Və indi mənim şəxsən bütün fəaliyyətim çox təəssüflər olsun ki, bu günlərdə özünü siyasətçi elan edənlər, politologlarla danışanlar, partiya liderlərlə danışan. Qardaş, Güney Azərbaycan məsələsini gündəmə gətirən yoxdur. Millətin sanki yaddaşından silinirlər. Yəni Şimali Azərbaycanda Güney məsələsi var, bütün dünyanın bu dəqiqə gündəmində. İran məsələsi dayanır, İran deyəndə Güney Azərbaycandır. Yəni İranın əhalisinin də biz məsələn 40-45 milyon bilirdik. Rəsmi şəkildə açıqladılar. 52% İran əhalisi Azərbaycan türküdür. Qaşqayları götürəndə, türkmənləri də götürəndə 60%-dan yuxarı əhalisi türkdür. Yəni biz buna sahib çıxmayanda kim sahib çıxacaq? Kim sahib çıxacaq? Və bugünkü vəziyyətdə də mənim şəxsən bütün fəaliyyətim 89-cu ildə, indi biz o Rus sərhədlərinin dağdan da, yəni mən bunu söz demirəm ki, mənim bütün həyatımın mənası, bütün ömrümü mən bir milli davaya həsr etmiş adamım. Mən 16 yaşımdan siyasi mübarizəyə qoşulmuşam, 26 yaşımda Milli Azadlıq Hərəkətinə rəhbərlik eləmişəm və 88-89-cu ildə o sərhədlərə biz ölümümüzü, kəfənimizi geydik. Sovet imperiyasının sərhədlərini dağdanda biz elə-belə kör təbii getmirdik ki. Yəni onun öldü var, döndü yoxdur, millət boşuna demirdik ki. İndi Bakı, Təbriz, Ankara, biz hara, Paşlar hara deyən Güney Azərbaycan hayqırtısını eşidilmir ki. Yəni Güney Azərbaycanın 30 il bundan əvvəl mənim azadlıq meydanında oxuduğum millət şərqisi, zülmün topu var, gülləsi var, qələsi varsa, haqqında bükülməz, qolu dönməz üzü vardır. Göz yumma günəşdən nə qədər nuru saralsa sönməz əbədi hər gecənin gündüzü var. Bu Babək qalasında oxunur. Və bugün o milyonlarla insanlar Güney Azərbaycanda ayaq üstədir. Ancaq dəstək yoxdur. Güney başsızdır. Güney sahibsizdir. Güney bizdən imdad gözləyir və Güney söz savaşını aparır və aparacaqdır. Mən buna zərrə qədər şübhəm yoxdur. Ancaq Güney Azərbaycandan, Şimali Azərbaycanı öz dövləti bilir. Orada da müxtəlif fikirlər var. Biləsiniz, mən bütün ömrümü bu davaya həsr eləmişəm. Yəni bir günüm, bir anım, açığı deyirəm, tam səmimi şəkildə deyirəm. Məsələn, mən 96-cı ildə, 95-ci ildə istefa verdim. Yəni o dövrdə Azərbaycanda mövcud Şimali Azərbaycanda olan siyasətçilərin içərisində Heydər Əliyevdən təcrübəli, Heydər Əliyevdən bilgili, Heydər Əliyevdən dövlətçilik baxımından insan yoxdur. Yəni düzdür, mən müəyyən məsələlərə etiraz elədim, istefa verdim Paşa'da. Ancaq başa düşdüm ki, bu dövləti buradan yaxşı pis idarə eləyəcək də. Yəni mən burada ondan sonra bütün fəaliyyətimi yönləndirdim Güneyə. Yəni burada düzdür, müəyyən ciddi bir şey olmasa, İndi ancaq mənim bütün fəaliyyətim Güneyə yönlənib.
Yəni 96-cı ildən də bir gün, bir an, bir saniyə yoxdur ki, mən Güney ilə maraqlanmıyorum. Güneydə mən Milli Azadlıq Hərəkatında rəhbər edən adamların əksəriyyət mən silahdaşlarımdır, dostlarımdır. Biz hələ 90-cı ildə İstanbulda, o vaxt mən 90-cı ildən sonra mən mühacirətdə olanda Türkiyədə, o vaxtda bizim Güneyli dostumuz var idi. Məsələn, o dövrdə bilirsiniz də bu tərəfə gedən, bu Şimali Azərbaycana gələnlərin əksəriyyəti solçuydu. Solçuydu, kommunist deyilər, kommunist dünya görüşünə malik idi. Ancaq Türkiyəyə gedənlərin əksəriyyəti milli qüvvələr idi. Milli düşüncəyə malik olan, milli təfəkkürə malik olan insanlar idi. O dövrdə də Kıbrıs'da oxuyurdu, rəhmətli Rauf Bektaşla da ata-oğul kimi idilər. Yəni mən də ad çəkirəm, o Güneyli oxuyurdular. Yəni Güneydə Türkiyədə oxuyanlar, Kıbrıs'da oxuyanlarla biz 90-cı ildə and içmişik. Vahid Azərbaycan uğrunda. Yəni mən də şəxsən bir vaxt var idi, fikirləşirdim ki, mən heç vaxt ailə qurmayacağam, bütün həyatım ancaq milli davaya sərf edəcəm. Ancaq həyat elə gətirdim ki, mən ailə də qurmuşam, mənim 6 uşağım var. Ancaq bizim orada dostlarımız var ki, ailə qurmayıblar belə. Səyyar Azərbaycan deyirlər. Yəni bütün ömürlərini milli davaya həsr ediblər. Ancaq nə yazıqlar ki, necə ki bir milli azadlıq dövrü Şimali Azərbaycanda da, yəni mübarizə meydanına girən, nə vəzifədə olan bir adama qoşulmayıb milli hərəkətə, nə varı dövləti imkan olandan Şimali Azərbaycanda da millət demək olar ki, ayaqyalın başı açıq, ancaq vətən millət eşqi ilə yanan fədailərin çiynində getdi Azərbaycan Milli Azadlıq Hərəkatı. Şimali Güney Azərbaycanda da eyni durumdur. Güney Azərbaycanda da belə deyək də İranın kapitalının böyük əksəriyyəti Azərbaycanlıların əlindədir. Nə zəngin bir iş adamı, nə dövlət səviyyəsində 60%-dən yuxarı hakimiyyət postunda Güney Azərbaycanlılar oturubdur, manqurtlaşmış Azərbaycanlılardır. Ancaq bunların heç biri Güney şeyinə dəstək vermir. Güney Azərbaycan davasına dəstək vermir. Güney Azərbaycan dəstək gətirir ki, təbii ki, ona görə gətirir. Aydın məsələ bilirlər ki, yəni bilirsiniz, bax, dünyanın bunlar elə başa düşürlər ki, çoxu, elə heç nə öz-özünə yaranmır, heç nə öz-özünə dağılmır. O, dünyada ikinci nümunə göstərə bilməzsiniz ki, futbol azarkeşi siyasi şuar versin. Dünyanın bir dənə örnək, bir dənə nümunə siz göstərə bilməzsiniz ki, dünyada futbol azarkeşi sırf siyasi şuarlar verir. Traktor verirəm. Bəli, o traktor, onlar fəal deyirlər. Şəxsən mən ömrümdə, düz idmana mənim böyük həvəsim olub, ancaq əsasən döyüş növlərinə də. Məsələn, konfudur, karatedir, idmandır, güləşdir bir şeylərə. Mən açıq deyirəm də, futbola heç vaxt həvəsim olmayıb. Yəni ömrümdə bir dəfə bir oyuna, futbol oyuna əvvəldən axıra qədər baxmamışam. Ancaq o dövrdə biz məsləhətləşdik ki, Güneydə nə edək? Bu fəaliyyət yarananda nə edək? Orada siyasi partiya yaratmaq mümkün deyil. Siyasi partiya göstərmək mümkün deyil. Məscidlər, mədrəsələr ideoloji bazın mollalar. Nədir? Orada mən onda sual verdim də, indi bizim burada təcrübəmiz var da, yəni biz sıfırdan elə bir ki, bəziləri elə başa düşür ki, o milyonlar ona görə də bugünə qədər görsən, bir dənə tarixi nailiyyətləri yoxdur, bizim gördüyümüz işdən başqa. Yəni biz bu hərəkətin sıfırından başlamışıq, o milyonlarla meydana insanı bir-bir necə toparlamışıq. Mən bilirəm, Allahım bilir. Vaxt var idi ki, bir nəfəri biz hərəkətə adicə ona verdik, bir nəfər bizə qulaq assın. Bizə qulaq asmağa qorxurdular. Yəni bu şəkildə biz təşkilatlandırdıq, çənli bez, dərnəklər, burada bu zavodda, fabrikdə tətil hərəkətləri, yəni təcrübə var idi. Bu milləti necə təşkilatlandırmalıyıq, nə etməliyik? Mən onda sual qoydum ki, nə bax orada belə deyək də kütləvi bir tədbir yığılacaq haradız var? Nə edə bilərik? Bizə birinci lazımdır ki, cəmiyyəti çəkəsən də, meydanda ki, görək millətin, o Sabirin məşhur şeiri var idi, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağ üstə çıxır, ayranı olur. Gələk bir çalxalayasan ki, görəsən bu cəmiyyətdə nə var? Yəni orada bizdə mənə dedilər ki, bəs Babək qalasına gedirik, hərdən fəallar ildə bir dəfə. Bir də traktor komandası yeni yaranmışdı, yeni ələ çıxırdı. Burada dedim, o da çalışın adamları doğub çəkin meydanlara. Yəni hara meydan bizim hara var?
Meydan deyəndə sən mübarizə. Futbol meydançası meydandır. Babək qalası. 30 il bundan əvvəl heç kəsin şuuru satmadı ki, fikirləşsin ki, Nemət Pənahın azadlıq meydanda oxunduğu İstiqlal marşı deyirəm, Top-Cürət millət şərqisi Bəz qalasında, Babək qalasında oxunur. Bu təsadüfdürmü? Və yaxud da meydanlarda futbol meydanı. Yəni o bizim güneyli dostlarımız bilinçli şəkildə eyni səviyyədə deyirəm ki, mən də ad çəkmirəm, həmin mənim o dostum da ömründə bir dəfə futbola əvvəldən axıra baxmayıbdı. Ancaq bunu biz meydan kimi istifadə edək. Tehranda Trabzon. Bəli, Güney Azərbaycanda o meydana girənlərin əksəriyyəti fədailərdir, azadkeş deyil. Azərbaycan aşiqləridir, azadlıq aşiqləridir, vətən aşiqləridir. Pərəstliyin azadkeşi deyil. Sadəcə meydan olan meydandan istifadə eləmişik. Bax, indi də şəxsən mən Güneydə mənə sual verdilər dostlarım, çox təəssüflər olsun ki, Urumiyada gedəndə dedilər ki, bəs bu gəl bir molla çağırıb da, söhbət ondadır ki, Kürdlər artıq Urumiya hakim olubdur, oradan deputat seçiliblər, Urumiya iddiadır ki, Urumiya Kürdistandır. Yəni, fərq etməz ki, yəni molla olsun, din xadimi olsun, kim olur olsun, əgər vətən şeyini çağırırsa, getmək lazımdır. Yəni, orada da siyasilər filanlar dedilər ki, ay olmaz, getmək. Mən bir mənalı şəkildə göstəriş verdim ki, gedin. Mənə sual veriblər ki, nə eləyək? Dedim, mütləq səviyyədə girin meydana. O yerdəki vətən söhbəti gedir. O yer biz də burada nədən istifadə edirik? Yenidən qurma siyasətindən istifadə edirik, meydanları tutuq. Yəni, hər fürsətdən, hər məqamdan, qardaşım, ölü yerindən, toydan, din mərasimindən, toy mərasimindən, yas mərasimindən istifadə edin, milləti meydanlara çəkin. Yəni, bu da çəkildi. O cümlədən Pezeşanın seçkisində Güneydən olan siyasi fəalların əksəriyyəti kənardan olaraq bəyan elədilər ki, boykot edirik. Amma etməməliyik. Seçkiləri, boykot edirik. Yox, hamısı bir mənalı. Mən bir mənalı şəkildə göstəriş verdim ki, qatılın, dəstək verin və mütləq və o iddiada deyildim ki, Pezeşan prezident seçiləcək, gələcək, bizə azadlıq hərəkəti. Sadəcə olaraq Güney Azərbaycanda, Avropa, bax, bütün dünyanın araşdırın. İran ərazisində Kürdlərin problem kimi dünyanın gündəmindədir. Gündəmindədir, Bəlüslərin, ərəblərin yeganə ölkə, millətdir ki, biz gündəmdə yoxuq. Sanki dünyada bir Azərbaycan türkü deyilən, türk deyilən bir millət yaşamır. Yəni, biz bunu başa düşürdük ki, təbii ki, Pezeşan o rejimin yetişdirilməyəsidir, o rejimin razılığı olmasan, dəstəyi olmasa o namizət verilə bilməz, orada seçim yoxdur ki, seçim olsun. Ancaq bir Azərbaycan türkünün seçilməsi, bəli, fürsətdən istifadə, o hesab edirdi ki, Pezeşanı gətirməklə, o haray mən Türkəm, Bakı, Təbriz, Ankara, biz hara, Fazlar hara, yəni Fars, Rus, Erməni, bunlar Türkün düşməni deyən bu şuarları yatırtmaq üçün o Fars rejimini gətirib. Ancaq biz də nəyə gətirdik? Bir Azərbaycan türkünün varlığını ki, burada bütün dünya bildi ki, burada demək prezident seçilirsə, demək Türk faktoru var. Və bəli, Pezeşana da mən müraciət edirəm. Pezeşan da bu şey tarixləri var, burada götürək. Biz Şimali Azərbaycanda, o Güneyli dostlarımıza deyilim. Heydər Əliyev kim idi? Kim idi? Azərbaycan. Komünist idi, KGB generalı idi, ömrünü Sovet İmperiyasına xidmət eləmiş adam idi. Ancaq burada təcrübə yığmışdı, nəticədə sonda Azərbaycan dövlətçiliyi quruculuğunda. Nə oldu? Məsələn, Heydər Əliyev, o cümlədən Bəzirov kim idi? Bir komünist idi. Ayaq ancaq Heydər Əliyev niyə bugünkü vəziyyətdə Heydər Əliyev Azərbaycan tarixinə keçmişdə komünist olduğuna görə düşməyəcək ki? KGB generalı kimi düşməyəcək ki? Amma məhz Azərbaycanın müstəqilliyində oynadığı rola görə ki, referendum qabağını aldı, milli dövlətçiliyin yaranması üçün Azərbaycan tarixində əbədi olaraq qalacaq da elədir. Yəni seçim olur. Vəzirov da komünist idi, Ayətullah da komünist idi, Heydər Əliyev də komünist idi. Görürsən, Heydər Əliyev bu xalqa tərəf addım atmağı ilə, baxmayaraq ki, Heydər Əliyev hamısından çox Sovet dövlətinə xidmət eləmişdi, hamısından ən yüksək zirvəyə gedib çıxmış adamı idi. Yəni, onun tarixdə qalmasının
əsas Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə etdiyi xidmətdir. Və o cümlədən Vəzirovla ilə lənətlə yad edilir və əbədi olaraq tarixin o zibilliyinə atıldı. Ayazlar da olsun, Vəzirovlar da. İndi Pezeşyan da iki seçimi var. Ya bu tərəf Ya Heydər Əliyev rolu oynayacaq, Güney Azərbaycanı öz millətinə xidmət eləyəcək, ya da tarixində edilən o xəyanətlər kimi tarixə düşəcəkdir. Biz də ona şans tanıyıq. Əsas odur ki, millət ona dayaq versin, millət dəstək versin və sonda seçimi mən əminliklə deyirəm ki, bir təcrübəli bir mübarizə insanı kimi deyirəm. Millət meydanlarda olanda, mübarizədə olanda, ayaqda olanda düşmən də ona xidmət etmək məcburiyyətinə qalır, hesablaşır. Millət meydanda olmayanda, mübarizə meydanından çəkiləndə özünün ən adi məmuru onu tapdalayır, adam yerinə qoyulur. Ona görə söhbət gərək biz meydanlarda olmalıyıq. Mübarizə meydanında olsaq və mütləq səviyyədə o milli iradə qoyulsa, Pezeşyan da alacaq seçimi bütün insanların psixologiyası, güc hardadısa ora xidmət edəcək. Güc hardadısa ora xidmət edəcək. Əgər biz güclü olacaqsa, biz millət olaraq milli iradə qoyacaqsa, Pezeşyan da mütləq səviyyədə millətə xidmət etmək məcburiyyətində qalacaq. Yox, biz əgər mübarizə meydanına verəcək, ümid edəcək ki, İranın yetişdirdiyi, İslam nətər deyirlər, o xunasından çıxan, o mətbəxindən çıxan insan gələcək bizə milli azadlıq hərəkəti aparacaq. Yox. O dövlətin siyasətini təbii ki, yerinə yetirməyə çalışır. Ancaq nə olur olsun, biri var faşizmi, bizə mənə düşmən olan, biri var mənim millətimin qanun daşıyan. Ən azı mən onun içində bir milli qürur hissi mümkün deyil ki, milli hiss elə bir hissdir ki, ondan insanı məhrum etmək mümkün deyil. Ən belə manqurtun o, manqurt, yəqin ki, Çingiz Aytmatov əsərə bərabər gün oxumusunuz da orada. O ana layla çalır, manqurtun yaddaşı başlayır oyanmağa. Yəni, manqurtun yaddaşını da belə bir layla ilə oyatmaq mümkündür. Yəni, biz indi götürsək, Güney Azərbaycanda, Şimal Azərbaycanda manqurtlaşdırmışdılar da, komünist, dinsiz, Allahsız bir rejim. Son nəticədən oldu. Milli azadlıq hərəkəti qələbə qazandı, keçdirə bu tərəfə. Və o tərəfdə də Güney Azərbaycanda da farslaşdırılan, manqurtlaşdırılan kifayət qədər Azərbaycan türkü var. Yəni bu günləri biz o laylaların salınma vaxtıdır ki, həmin manqurtlarımızı qoxusuna müayətmalıyıq, o milli kimliyini. Və ikincisi ən az Pezeşyan deyirsə ki, mən türkəm və türklüyümlə fəxr edirəm və çox təəssüflər olsun ki, biz bu şeyləri soxan insanlara anlat. Qardaş, erməni, fars, bizim bütün şəxsiyyətlərində sahib çıxırlar. Bizim adam deyir ki, mən türkəm, indi deyirlər, yox, bu Kürtdür. Adam dili ilə deyir ki, mən türkəm, türklüyümlə fəxr edirəm, anam da türkdür, atam da türkdür, canlı ki, bizim Güneylər deyir ki, yox, bu Kürtdür. Bu nə cəfəngiyyətdir, qardaşım? Bu nə məntiqdir? Yəni, biz də o türkçülük şuurunu, o türkçülük iradəsini meydana qoymalıyıq ki, o da daha addım atsın. Yeni dünya siyasi nizamı qurulur. Bilirsiniz, Amerikanda İrana qarşı hərbi müdaxiləsi stol üstündədir. Bu yeni dünya siyasi nizamında İran çalxalansa, buradakı Azərbaycanlılar müstəqilliyi əldə edə bilərlərmi? İrandan ayrıla bilərlərmi? Son sual. Mütləq səviyyədə, mütləq səviyyədə Güney Azərbaycan öz atlarına nail olacaq. Bax, orada müxtəlif fikirlər var idi. Güney federalizmi ideyasını daşıyanlar var idi. Muxtariyyət tərəfdarları var idi. Mədəni muxtariyyət tərəfdarları var idi. Müxtəlifdə əsasən 4 xəttə. Bir də istiqlaliyyətçilər ən azınlıqda birinci kişilər. Ancaq indi biz apardığımız siyasət nəticəsində bugün vahid Azərbaycan məsələsi gündəmə gəlib. Yəni bizim güneyli soydaşlarımız Şimali Azərbaycanı öz dövləti bilir, bayrağımızı öz bayrağı bilir, dövlətimizi öz bayraqları bilir. Hətta Şimali Azərbaycan İran dağılmağına mütləq dağılır. Güney Azərbaycan müstəqil olsa belə, bu Azərbaycana böyük bir fəlakətdir. Bəli, niyə?
qarşı-qarşıya qoyacaq. Şimali Azərbaycan var, Şimali Koreya var, Cənubi Koreya var. Bu günlər Cənubi Koreya biri var, indi bugünkü vəziyyətdə İran bizə düşməndir. Elə deyil, fas rejimidir. Elə sabahları həmin Güney Azərbaycanı belə Azərbaycana qarşı qoyacaqlar. Əgər o gəlib quran dövlətlər, İngilisin, Fransızın, Qərbin qurduğu dövlət heç vaxt Azərbaycanın marağına xidmət eləməyəcək ki. Və o parçalar hökm et siyasəti. Onun üçün biz Güneydə aparılan həmin milli fəalların, milli fədailərin apardığı nəticəsində Güney artıq deyil, Azərbaycanın Güneyi. Güney Azərbaycan deyil, Azərbaycanın Güneyi. Yəni orada artıq ana fikir, əsas fikir, aparıcı fikir vahid Azərbaycandır. Yəni vahid Azərbaycanın Güneydə, həmin ərəfədə İran dağlasında təbii ki müstəqil olacaq və vahid bayraq altında biz birləşməliyik. Onda biz qüdrətli olacaq. Yəni vahid Azərbaycan dövlətinin qurulması da Turanın qurulmasıdır. Yəni Azərbaycan Doğu Türkistanla Batı Türkistan arasında altın körpüdür, günəş şərəfidir. Yəni Azərbaycansız Turan mümkün deyil. Türk dünyasının da bir araya gəlməsi vahid Azərbaycandan keçir. Yəni onun üçün də orada aparıcı fikir, əsas fikir vahid Azərbaycan ideyasıdır. Və o Güney azadlığına qovuşacaqdır mütləq səviyyədə. Ancaq Güney azadlığına qovuşsa bir an təsəvvür edin, bir var bugünkü vəziyyətdə bizdə faşizmdir, bizə düşmən. Elə sabahları xarici ölkələrin gətirib tutaq ki, İranı parçalayıb, orada da bir Azərbaycan dövləti yaradacaqsa, xaricdən dəstəklənəcəksə, xaricdən idarə ediləcək, indi Azərbaycan qarşı qoyacaqlar. Özünə qarşı qoyacaqlar. Onun üçün bizim məfkurəmiz, məqsədimiz bir bayraq altında birləşməkdir. Azərbaycanın bütövləşməsidir. Qısa olaraq deyirəm ki, Azərbaycanın bütün tarixi, faciələrinin əsası parçalanmadan gəlib və nicatımız da, xilasımız da bütün tarixi faciələrimiz bütövləşməkdən gedir. Və adsızın son olaraq bir şeiri ilə fikrimi yekunlaşdırmaq istəyirəm. Milli mücadilə bir millət varkən davam edəcəkdir. Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, nə də ulduzlar kimi parlayıb sönməkdir. Bunun üçün ölümə bir atılım deməkdir, atıldıqdan sonra da bir daha dönməməkdir. Atıldıqdan sonra da bir daha dönməməkdir. Yəni, onun üçün bu mübarizədə biz son nəfəsimizə qədər savaş verməliyik ki, öz ölkəmizə sahibik. Çox təşəkkür edirəm Nemət bəy. Çox ciddi məsələlərə toxundunuz. Hörmətli tamaşaçılar, Tox TV televiziyasının siyasi baxış verilişində biz Güney Azərbaycanlıların milli azadlıq hərəkatının indiki formada hansı istiqamətdə gedəcəyini müzakirə etdik. Gələn verilişlərə kimi çox sağ olun.